Xaçmaz rayon Zərifə Əliyeva adına məktəb liseyin direktoru Rasim Muradovun işdən azad olunmasında bir sıra qaranlıq məqamlar var. 24 il iş stajı olan, son 3 ildə yüksək nəticələrlə yadda qalan məktəbin direktorunun qəfil işdən azad olunması sıradan bir olay deyil. Rasim müəllimi tanıyanlar onun necə savadlı və peşəkar kadr olduğunu yaxşı bilirlər. Anidən verilən qərarın arxasında kimlər dayanır görəsən? Hansı ağılın məhsuludur görəsən illərin peşəkar müəllimi olan birini tutduğu vəzifədən ciddi səbəb olmadan uzaqlaşdırmaq və ümumiyyətlə müəllimlikdən belə kənar saxlamaq? Bəzi qaranlıq məqamlar var ki, araşdırılır. Daha ətraflı yazım olacaq. Yəqin ki, qısa zaman ərzində cənab prezidentin anasının adını daşıyan məktəbinin regionda nəticələrin yüksək olmasından narahat olanların kimlər olduğu üzə çıxar. Xaçmaz rayon Zərifə Əliyeva adına məktəb liseyin direktoru Rasim Muradovun işdən azad olunmasında bir sıra qaranlıq məqamlar var. 24 il iş stajı olan, son 3 ildə yüksək nəticələrlə yadda qalan məktəbin direktorunun qəfil işdən azad olunması sıradan bir olay deyil. Rasim müəllimi tanıyanlar onun necə savadlı və peşəkar kadr olduğunu yaxşı bilirlər. Anidən verilən qərarın arxasında kimlər dayanır görəsən? Hansı ağılın məhsuludur görəsən illərin peşəkar müəllimi olan birini tutduğu vəzifədən ciddi səbəb olmadan uzaqlaşdırmaq və ümumiyyətlə müəllimlikdən belə kənar saxlamaq? Bəzi qaranlıq məqamlar var ki, araşdırılır. Daha ətraflı yazım olacaq. Yəqin ki, qısa zaman ərzində cənab prezidentin anasının adını daşıyan məktəbinin regionda nəticələrin yüksək olmasından narahat olanların kimlər olduğu üzə çıxar. Xaçmaz rayon Zərifə Əliyeva adına məktəb liseyin direktoru Rasim Muradovun işdən azad olunmasında bir sıra qaranlıq məqamlar var. 24 il iş stajı olan, son 3 ildə yüksək nəticələrlə yadda qalan məktəbin direktorunun qəfil işdən azad olunması sıradan bir olay deyil. Rasim müəllimi tanıyanlar onun necə savadlı və peşəkar kadr olduğunu yaxşı bilirlər. Anidən verilən qərarın arxasında kimlər dayanır görəsən? Hansı ağılın məhsuludur görəsən illərin peşəkar müəllimi olan birini tutduğu vəzifədən ciddi səbəb olmadan uzaqlaşdırmaq və ümumiyyətlə müəllimlikdən belə kənar saxlamaq? Bəzi qaranlıq məqamlar var ki, araşdırılır. Daha ətraflı yazım olacaq. Yəqin ki, qısa zaman ərzində cənab prezidentin anasının adını daşıyan məktəbinin regionda nəticələrin yüksək olmasından narahat olanların kimlər olduğu üzə çıxar. Xaçmaz rayon Zərifə Əliyeva adına məktəb liseyin direktoru Rasim Muradovun işdən azad olunmasında bir sıra qaranlıq məqamlar var. 24 il iş stajı olan, son 3 ildə yüksək nəticələrlə yadda qalan məktəbin direktorunun qəfil işdən azad olunması sıradan bir olay deyil. Rasim müəllimi tanıyanlar onun necə savadlı və peşəkar kadr olduğunu yaxşı bilirlər. Anidən verilən qərarın arxasında kimlər dayanır görəsən? Hansı ağılın məhsuludur görəsən illərin peşəkar müəllimi olan birini tutduğu vəzifədən ciddi səbəb olmadan uzaqlaşdırmaq və ümumiyyətlə müəllimlikdən belə kənar saxlamaq? Bəzi qaranlıq məqamlar var ki, araşdırılır. Daha ətraflı yazım olacaq. Yəqin ki, qısa zaman ərzində cənab prezidentin